pasiyenti biz təpədən dırnağa yoxlayırıq ki, Allah uzaq eləsin, narkotik aşkarlanar, keçər mərkəzə. Ona görə qardaşımız yəni bizi düz başa düşsün. Bir dənə qardaşım cibində artıq nəyinsə varsa, bir dənə sən Şumon gedir, bəlkə şumon. Bax qardaşım, sənin bu qədər pulun var inşallah. Elə bu 12 Allah deyir 30 manat pul verdin. 13 manat qoyur. 3 günə bax gözün saxlayır. 13 manat qardaşım. Mən yox, bu qalsın. Əkbər müəllimə verərsən o. Şəxsiyyət vəsiqəsi ən gözləmişik. Bu qardaş yana yoxlanışdı. Trotski Şimondur. Qardaşın özü də həbsxanada olub 9 il. Həm də qazi olub. Həm də Qarabağ, bəli, Qarabağ qazisi olub, maşallah. Bilir necə yoxlamaq lazımdır, nəyi harda gizlətmək olar. Ona görə qaqaş, Gözün nə etsin? nəyin varsa denən. İşin yüngül olsun. Təslim ol, əllərini də alayım. Tərtəmiz inşallah ki qardaşımızın indi Bunlar təzədir. təzə paltarlarıdır hamısı. Biz bunları yoxlamışıq. Özümüz iştirak eləmişik. İnşallah indi bir dənə şərait yaranacaq, qardaşımız bir dənə hamama girib çıxacaq. Nəyi var bunu geyindirəcəyik inşallah. Ondan sonra da bir dənə də qardaşımızı çəkərsən. Bura gələn insan o qədər müqəddəs idi ki, bir saat adam dəyişilir. Mən sən nə istəyirəm? Aycan. Bilmirəm bu eləyər bacarar yoxsa yox. Ablivanya. Hə. Eliya neyləmiş? Canavar kimidir. Temur Rusiyada baseyni. Baseyni görə bilərsən soyuqda. Soyuqda. Davay onda. Hazırlayın dəm baseyni sonra. Sonra da Sözü tutaq gedək. Hazırlayın biz aşağıda baseyni gözləyirik. Bir də soruşurlar ki, bax 313-ün mənası nədir? Son üçün mənası İmam Hüseyn əleyhissalamın davamçıları qiyamət günündə davamçıları deməkdir. O 313-ün qolları var. Hər dövlətdən də belə deyir. Başa düşdüm. Dini məsələdir. Dini belə deyim də rəqəmdir. O bir dənə çəki çəkmişdim Papanində. Əlində deyir qiyamətdə deyir o 313 dənə hə 313 nəfərin içindən arkaman. Hə. Bir dənə arkaman olmuyor. yaman dedi amma sən. Qaqaşımız çempion. Cido yoxsan bu? Sambo. Bax, bu nədir? Canavar. Rıza. Rıza kimdir? O Allah saxlasın. Bu nədir? Korona. Vasimiz adı nə cəb yoxdur? Bu nədir? Vasmin hər adam. Allah. Zülfüqar. Boğuldu, boğuldu.